Deməli, test 3-də 5-ci deməli, bu ədədlərin 8 ədədli bir-birinə bitişik formada ya ardıcıl yazsaq 11 rəqəmini x ədəd almış olaraq x-in mümkün ən böyük qiymətinin son rəqəmi neçədir? Deməli, ən böyük olmaq üçün birinci rəqəm ən böyük olmalıdır. 3, 4, 7, 6, 8. Deməli, ən böyüyümüz oldu 8. Düzdürmü? 8-dən sonra baxaq, 8-dən sonra 3 yazsaq böyük olar, 4 yazsaq, 7 yazsaq, yoxsa 6? Əlbəttə ki 6. Ona görə 689-u yazırıq. Daha sonra bu ikisi getdi. İndi 3, 4, 7. Hansının ilk rəqəmi daha böyükdür? Əlbəttə ki 7-nin. Ona görə yazırıq 70. Daha sonra 309, 42. İlk rəqəmləri 3 böyükdür, 4. Əlbəttə ki 4. Buraya yazırıq 42. Və daha sonra sona düşdü 309. Son rəqəm neçə oldu? 9. Yəni 5-ci testimizin düzgün cavabı. Hamısının ilk, hər ədədin ilk rəqəminə baxırıq. Burada ilk rəqəm 8. Və düşünün, ədəd 3 ilə başlasa daha böyük olar. 8 ilə, əlbəttə ki 8 ilə. Bunu yazdıq. İndi növbəti ədəd 3 ilə başlasa 4, 7, 6. Hansı ilə başlasa daha böyük olar? Çünki ən böyük ədəd istəyir 6 ilə. Ona görə 689. Bu ikisi getdi. İndi növbəti ədəd 3, 4, 7 hansı ilə başlasa daha böyük olar? Əlbəttə ki 7 ilə. Ona görə 70. Daha sonra bunlardan hansı ilə 3 yoxsa 4? Əlbəttə ki 4 ilə başlasa daha böyük olar. Və sonda isə ən sonuncu yazırıq 309. Son rəqəmdə olur. B variantı 9.